Fizikanı başa düşə bilməyən şagird yoxdur, unutma. Əgər sən də başa düşmürsənsə ya da fizika sənə çətin gəlirsə, onda problem səndə deyil. Problem fizikanı sənə yaxşı başa salmayanlardadır. Unutma. Sən də fizikanı öyrənmək istəyirsənsə, daha rahat, daha asan, onda dərslərimə qoşul, abunə ol və gör. Və ondan sonra bax. Və ondan sonra özünü izlə. Bax ki, gör fizika sənə çətin gəlir, yoxsa yox. Başlayaq biz bu günləri fizikanın birinci bölməsindən danışmağa. Çox rahat, yavaş-yavaş, asta-asta. Birinci fizikanı anlamaq üçün sizə riyazi biliklər lazımdır. Çox sadə riyazi biliklər. Bu riyazi biliklərdən mən başlayaram. Əgər sən bu riyazi bilikləri bilmirsənsə, narahat olma. Onu səndən izah edəcəm. Və bu riyazi biliklər yəqin ki, bir neçə dərs davam edəcək. Bilirsənsə, əgər bu riyazi bilikləri ötür, videonu qabağa ver. Bilmirsənsə, onda yavaş-yavaş sən də öyrən. Mən hərfiyyən bir-bir o bilikləri, o ifadələri, o qanunları, o düsturları yazaram. Necə tapılır, necə tapmaq lazımdır, ona baxarsınız və öyrənərsiniz. Unutma, dediklərimi hərfiyyən yerinə yetirsən, inan ki, sən qazanacaqsın. Heç vaxt fizika sənə çətin gəlməz. Birinci növbədə başlayacağıq biz fizika fənnində lazım olan riyazi biliklər. Ümumiyyətlə, fizika elmini öyrənmək üçün biz fiziki kəmiyyətlər və fiziki kəmiyyətlərin vahidləri haqqında danışacağıq. Ümumiyyətlə, nədir fiziki kəmiyyətlər? Məsələn, istənilən, belə deyək, ölçülə bilən bir kəmiyyət varsa, bu fiziki kəmiyyət demək olar. Məsələn, yolun uzunluğunu ölçmək olarmı? Bəli, olur. Deməli, yol fiziki kəmiyyətdir. Sürəti ölçmək olurmu? Bəli. Deməli, sürət fiziki kəmiyyətdir. Bəs bir də var ki, fiziki kəmiyyətlərin vahidləri. Məsələn, yolun vahidi nə var? Metr. Sürətin vahidi nədir? Metr böl saniyə. Yəni, həm fiziki kəmiyyətlər hər bir mövzuda, hər bir öyrənəcəyik, həm də onların vahidləri. Deməli, fiziki kəmiyyətlərin vahidləri dedikdə, beynəlxalq sistemdə 7 dənə əsas vahid var. Neçə vahid? Beynəlxalq sistemdə önəmli hissə, önəmli yer, birinci hissəsindən düz sonuncu mövzuya qədər bu bizdən lazım olacaq. Sistemdə 7 dənə əsas vahid var. Bunları biz əzbər bilməliyik. Birinci, uzunluq vahidi metr, zaman vahidi saniyədir, kütlə vahidi kiloqram, maddə miqdarı mol, cəryan şiddəti amper, temperatur kelvin, işıq şiddəti kandela. Deməli, beynəlxalq sistemdə neçə vahid var? 7 vahid var. Qalanları törəmə vahididir. Məsəl üçün, Newton. Newton bu 7 vahidin içində yoxdur. Newton törəmə vahididir. Yəni, bu 7 dənə əsas vahiddən yaranan vahidlərdir. Məsələn, çoxlarınız bəlkə də bilir. Tutalım ki, qüvvə bərabərdir. Kütlə vurulsun təcil. Qüvvə vahidi Newton bərabərdir kiloqram vur metr böl saniyənin kvadratı. Burada nə anlama gəlir? Newton əsas vahiddirmi? Xeyr. Amma bəs hansı vahidlərdən yaranıb, yəni törənib? Kütlə, kiloqram, uzunluq və zaman vahidlərindən. Fikir verirsinizmi? Uzunluq, kütlə və zaman vahidlərindən yaranıb. Yəni, Newton burada törəmə vahiddir. Yəni, 7 əsas vahidimiz var. Qalan bütün vahidlər törəmə vahidlərdir. Gəlirik, davam edirik.
Bunlar bizə lazım olacaq. Gözəl balalar, dəyərli izləyicilər, mütləq bunları öyrənin. Mütləq. Düzdür. Məsələ həllərində yavaş-yavaş biz bunu əzbər olaraq öyrənəcəyik. İstəsək də, istəməsək də. Mən bunları elə düzmüşəm ki, bu yadda qalan olsun. Məsəl üçün, onluq vuruqların adları. Tera 10 üstü 12. Pico 10 üstü mənfi 12. Giga 10 üstü 9. Nano, görürsünüz mü? Mənfisi 10 üstü mənfi 9. Mega milyon, görürsünüz mü? 10 üstü 6. Milyon, altdan 0 yəni. Mikro 10 üstü mənfi 6. Meganın əksi 10 üstü mikrodur. Kilo 10 üstü 3. Məsəl üçün, 1 kilometr 1000 metr. Yəni 10 üstü 3 metr. Millimetr 10 üstü mənfi 3 metr. Yəni 1000də 1 metr. Hekto 10 üstü 2. Santi 10 üstü mənfi 2. Deka 10 üstü 1. Desi 10 üstü nədir? Mənfi 1'dir. Misal üçün, sizə bir izah edeyim bunu. Məsəl üçün, deyəcək ki, məsəl üçün, 1 mega newton. 1 mega newton. Neçə newtondur? Bərabərdir. Mega nə qədərdir? 10 üstü 6. 1 vur 10 üstü 6. 1 yazılmır 10 üstü 6 newton. Ya da məsəl üçün 0,002 newton. Bunu neçə milli newtondur? Bu deməkdir. Bunu qüvvət çəkində 2 vur 10 üstü mənfi 3 newton. 10 üstü mənfi 3 nədir? Millidir. Baxın, milli. Onda 2 milli newton. Və yaxud Pascal bir başqa vahid. 1 tera ya da həmişə 1 yazmayayım. 20 tera Pascal. Bu nə anlama gəlir? Tera nə qədərdir? 10 üstü 12. Yəni 20 tera Pascalımız 20 vurulsun 10 üstü 12 Pascal edir. Bu da 22 vur 10 üstü 13 nə? Pascal. Baxın, gözəl balalar. Bax, bunları nə edirik? Əzbər olaraq öyrənin. Nə var ki burada? Müsbətləri öyrəndiniz, mənfilər də onların qarşısındadır. Teranın, belə deyək, qarşılığı pikodur, mənfi 12. Giga 10 üstü 9, nano 10 üstü mənfi 9. Ondan sonra uzunluq vahidləri. Çalışacaq ki, bugün ancaq vahidlərin çevirmələri danışacaq. Dəyərli şagird, əgər bilmirsənsə, bax və izlə. Bilirsənsə, onda videonu qabağa verərsən, bilmədiklərini öyrənərsən. Amma mütləq bilmirsənsə, sənə bunları əzbərləmək yox. Sənə bunların yolunu öyrənmə üsulunu öyrənəcəm. Deməli, 1 metr neçə desimetrdir? Bunu biz bilirik. 1 metr neçə santimetrdir? 100 santimetr, 10 desimetr. 1 metr 1000 millimetrdir. Görürsünüz mü? Bəs 1 metr 10 desimetrdirsə, bax, özün üçün məşq elə. 1 desimetr 10'da 1 metrdir. Fikir verirsən. 1 metr 100 santimetrdirsə, onda 1 santimetr 100'də 1 metr. Görürsün mü? 1 santimetr 1 bölü 100'dür. 1 desimetr 1 bölü 10 metrdir. 1 millimetr 1 bölü 1000 metrdir. Fikir verirsiniz. 1 millimetr 1 bölü 1000 metrdir. Bu da 0,01 metr. 10 üstü mənfi 3 metrdir. Baxın, bunları əsas məsələ, bunları əzbərləyin. Heç nə yoxdur. Baxın, məsələ nədir? Məsələ bir dənə bunu bilmək lazım. 1 metr 10 desimetr. 1 metr həm də 100 santimetr. 1 metr 1000 millimetr. Artıq tərsinə başlayır. Bunları bilirsən zaten. 1 desimetr neçə metr? 1 bölü 10. 1 santimetr 1 bölü 100. 1 millimetr 1 bölü 1000 metr. Yəni 1000'də 1 metr. Şimdi bax, sahə vahidləri.
Çoxunuz bunu əzbərləyirsiniz. Xeyr, əzbərləməyin. Əslində uzunluq vahidlərini əzbər bilirsiniz. Bunları əzbərləməyə ehtiyac yoxdur. Baxın, beynəlxalq sistemdə sahə vahidi metr kvadratı qəbul olunur. Beynəlxalq sistemdə sahə vahidi metr kvadratı qəbul olunur. İndi mənə gələcəkdə millimetr kvadratını metr kvadratına çevirməliyəm. Santimetr kvadratını onu da metr kvadratına. Desimetri kilometr kvadratına çevirməliyəm. Necə eləməliyəm? Sən bax, 1 millimetr kvadratı neçə metr kvadratı? Baxın, 1 millimetr neçə metrdir? 10 üstü mənfi 3 metr. Düzdür? Yəni, mində 1 metr. Daha doğrusu, bəli, mində 1 metr. 10 üstü mənfi 3 metr. Bəs 1 millimetrin kvadratı, bax, 1 millimetr 10 üstü mənfi 3 metrdirsə, 10 üstü mənfi 3-ün kvadratı 1 böl 10 üstü mənfi 6 metrin kvadratı. Baxın, 1 millimetrin kvadratı bərabərdir. 1 millimetr neçə metrdir? 10 üstü mənfi 3 metr. Onun kvadratı nə qədər elədi? 10 üstü mənfi 6 metrin kvadratı. Düzdür? Görsən mi? 1 santimetrin kvadratı. Bax, 1 santimetrin kvadratı. Neçə metr kvadratı? 1 santimetr 10 üstü mənfi 2 metr deyil. 1 santimetr 10 üstü mənfi 2 metr deyil. Yəni %1. Deyəcəm ki, 10 üstü mənfi 2 metrdir onun kvadratı. Onda 10 üstü mənfi 4 metrin kvadratı. Və yaxud 1 desimetrin kvadratı. 1 desimetr neçə metrdir? 1 desimetr 1 böl 10 metr. Onda 1 metr. Yəni 10 üstü mənfi 1 metr. Bunun kvadratı 10 üstü mənfi 2 metrin kvadratı. Gördün mü? Çox rahat. 1 kilometrin kvadratı bərabərdir. Neçə metrdir 1 kilometr? 10 üstü 3 metr. 10 üstü 3 metr kvadratı 10 üstü 6 metrin kvadratı. Gördün mü? İndi mən nümunələr yazıram burada. Sən hər nümunədə videonu saxla, özün bax. Birinci, məsəl üçün 5 millimetrin kvadratı. Metr kvadratına çevirəcəm. Baxacam ki, 5-i saxlayıram. Millimetr neçə metrdir? 10 üstü mənfi 3. 10 üstü mənfi 3 metr. Kvadratı 10 üstü mənfi 6 metrin kvadratı. Görürsən, 5, 10 üstü mənfi 6 kvadratı. Və yaxud 5 və yaxud yazıram burada. 70 santimetrin kvadratı. 1 santimetr neçə metrdir? 10 üstü mənfi 2 metr. Əzbər bilirsən. Kvadrat 10 üstü mənfi 14. 10 üstü mənfi 4. 70 vurulsun 10 üstü mənfi 4 metr kvadratı. Gördün mü? Gördün. Və yaxud 300 desimetrin kvadratı. 300 vurulsun 10 üstü mənfi 1 deyil, 1 desimetr. 10 üstü mənfi 1 metr. 10 üstü mənfi 1'in kvadratı 10 üstü mənfi 2. 10 üstü mənfi 2 metr kvadratı. Bu da 10 üstü mənfi 2, %1, 100 ilə gedir. Bu da oldu 3 metrin kvadratı. Gördün mü? Gördük. Baxın belə. Ondan sonra gəlirik həcm vahidinə. Yəni, sahə vahidi nə idi? Metr kvadratı. Nə var ki, digər vahidləri metr kvadratına çevirməsini öyrəniriz. İndi həcm vahidi isə, beynəlxalq sistemdə metr kubudur. İndi santimetr kubunu metr kubuna çevirəcək. Təbii ki, məsələn, 1 millimetr kubu, 1 millimetr 10 üstü mənfi 3 metrdir. Düzdürmü? Əzbərləməyə ehtiyac yoxdur. Bax. 1 millimetr 10 üstü mənfi 3 metrdir. 10 üstü mənfi 3 metr kubu. Bu da nə qədər edir? 10 üstü mənfi 9 metrin kubu. Gördün mü? Gördün. 1 santimetrin kubu. 1 santimetr neçə metrdir? 10 üstü mənfi 2 metr. Onun kubu 10 üstü mənfi 6 metrin kubu. 1 desimetrin kubu bərabərdir. 1 desimetr neçə metrdir uşaq? 10 üstü mənfi 1 metr. Onun kubu 10 üstü mənfi 3 metrin kubu. Gördün mü? Və yaxud, indi həcm vahidi yeni bir həcm vahidi. Bunu əzbər bilməlisən. Bunu təsvir ki, 1 litri
çevirə bilmirəm santimetrlərini. Bunu əzbər bilməz. 1 litr əslində mində 1, yəni 10 üstü mənfi 3 metr kubudur. Fikir versəz, 10 üstü mənfi 3 metr kubu 1 desimetr kubudur. Yəni 1 litr həmçinin 1 desimetr kubudur. Baxın, bunları sən bilməlisən. Gördünmü? Rahatdırmı? Rahatdır. Deməli, zaman vahidləri. Görürsünüzmü? Beynəlxalq sistemdə zaman əsas vahiddir. Bilirik, 7 dənə əsas vahiddən zaman vahidi əsasdır. Daha doğrusu, bir saatımız neçə dəqiqədir? 60 dəqiqə. Bir saat həmçinin 3600 saniyədir. Bir dəqiqə neçə saniyədir? 60 saniyədir. Bunu biz bilirik. Mütləq bunu əzbər bilməlisən. Bilmirsənsə, yaza-yaza özün üçün məşq elə. Tənasüb, baxın, əsas məsələ. Baxın, əsas məsələ. Burada gələk bu tənasübü biliriksə, düsturdan düstur çıxartmağı öyrənəcəyik. Baxın, məsələ nədir? Məsələ burada, məsəl üçün, mən sənə desəm ki, x bölünsün 5 bərabərdir 7 edir. Sən deyəcəksən ki, mən deyərəm ki, x nəyə bərabərdir? Birbaşa deyəcəksən ki, x bərabərdir 5 vurulsun 7. O da 35. Düzdür. Və yaxud 10 bölünsün x bərabərdir 2-dir. Sən buradan deyəcəksən ki, müəllim, x bərabərdir 10 böl 2 edir, bu 5. Bunu bir dəfəlik deyə bilirsən. Amma gəlirəm ki, deyirəm, abala, bax, bu şəkildə bir düstur yazıram. A bərabərdir B böl C. Sual verirəm, burada B nəyə bərabərdir? Baxırsan. Abala, burada x-i necə tapdın? 5 vur 7. Özün üçün bir ədəd qoy. Mən x böl 5 7 qoydum. B böl C A-dırsa, x 5 vur 7-dir. Deməli, B bərabərdir A vurulsun C. Baxın, B bərabər nə? A vur C. İkinci, buna aid. Və yaxud burada C-ni tapmaq üçün nə edirsən? Baxın, x-i tapmaq üçün 10 böl 2 dedim mi? Bəli. Onda C bərabərdir. Bu 10 idi, bu da 2. B bölünsün. C bərabərdir. B bölünsün. A-dır. Görə bilirsənmi? Görə bilirsən. Düzdür? Görə bilirsən. İndi baxın, burada nümunələrdir. İndi bu belə bir tənasüblə buna baxacağıq. Birinci nə eləməliyim? Birinci çarpaz vurmalıyım. A vurulsun D bərabər B vurulsun C. Bərabər B vurulsun C. Burada A-nı tapmalıyım. Yaxşı, A-nı tapmaq üçün görürsən ki, görəsən BC-ni D-yə bölüm ya da D-ni BC-yə bölüm. Düzdürmü? Yəni ki, şübhə, özünə inanmırsan. Onun üçün nə ilə? Özün üçün bir qiymət ver. Məsəl üçün, bura x yaz, bura 2 yaz, burada 10 yaz. Yaxşı, A x-dir. X-i tapmaq üçün nə edirsən? 10-u 2-yə bölürsənmi? Bəli. 5 edir. 5 vur 2, 10 edir. X-i tapmaq üçün 10 bölü 2. Deməli, A-nı tapmaq üçün onun yan tərəfində nədir? BC-dir. BC bölünsün D. Deməli, A olacaq B vurulsun C bölünsün D. Görürsən mi? B-ni tapmaq üçün nə edək? B-ni tapmaq üçünsə artıq burada 10-dur, burada 2-dir. 10 AD bölünsün. Baxın, AD bölünsün. B-ni tapmaq üçün. AD bölünsün C. İndi digərlərini sən videonu saxla, özün bax. C-ni tapmaq üçün onda AD-ni B-yə bölənəm. Nə? C-ni tapmaq üçün A vurulsun D bölünsün B. D-ni tapmaq üçün B vurulsun C bölünsün A-dır. Görürsənmi? Görürsən. İndi mən bunu belə yazmışam. Mən bunu buradan həll edirəm. Sən videonu saxla, özün bax. Deməli, bu nə idi? VS böl T idi. Bu nə idi? 10 bərabərdir. X bölünsün 2. Düzdürmü? X nəyə bərabərdir? 2 vur 10. Düzdürmü? 20'dir. Onda S bərabərdir. V vurulsun T.
T nəyə bərabərdir? S bölünsün V. Görürsən? T bərabərdir S bölünsün V. Gördünmü? Hə, nə edəcəksən? Bax, bu şəkildə saldın mı? Yenə də 10 bərabərdir 2x. Elə mi? 10 bərabərdir 2x. X-i tapmaq üçün 10 bölünsün 2. Bunu sən gördün. Bunu artıq özün yaz. Nə etməliyəm? V-nin altında bir yazacağım. Sonra tənasüb. Görürsün? V vur T, 1 vur 2 pi-yə. V vur T bərabərdir 1 vurulsun 2 pi-yə, o da 2 elə pi-yədir. Bir də yazılmış. Düzdür. İndi R-i tapmaq üçün 10 bərabərdir 2 vur x-də. Onda R bərabər R-i tapmaq üçün 10'u bölərəm 2'yə. Yəni V vurulsun T bölünsün 2 pi. T'ni tapmaq üçün 10 bölünsün V. Yəni 2. T'ni tapmaq üçün 2 pi bölünsün V'dir. İndi buradan tapaq. Baxaq. İndi məsəl üçün kvadrat gəlsə, nə edəcək? Kvadrat olsa, məsələn, kvadrat T kvadratını tapırsan, nə edəcək? Bunun üçün də nə edəcək? Heç nə. Nə var ki burada? Məsəl üçün x kvadratı 13 yazırsınız, düzdür? X nəyə bərabərdir? Kökün içində 13. Elə deyil, riyaziyyatda elədir. Məsəl üçün deyirəm, tutalım ki, x kvadratı bölünsün 3 bərabərdir 7. Düzdür? Deyirsən ki, x kvadratı nəyə bərabərdir? 7 vur 3. Elə mi? 7 vur 3, 21. Onda x nəyə bərabərdir? Kök altında 21. Düzdür? Çox bəsit. Yəni kvadraddırsa yazırım. İndi bunun üçün deyək. Birinci olaraq S AT kvadratı bölü 2'də həm A-nı taparıq, həm də T-ni taparıq. Düzdür? İndi birinci olaraq S-in altında bir 1 yazarım. Çarpaz vuracağım. 1 vur AT kvadratı. Baxın. 1 vur AT kvadratı, 1 vur AT kvadratı bərabərdir 2S. Bərabərdir 2S. Düzdür? Düzdür. İndi A-nı tapmaq üçün 2S böl T kvadratı. Bax. 2S böl T kvadratı. İndi burada birinci nəyi tapmalıyam? T-ni tapmaq üçün. Birinci T kvadratını tapıram. Bax, T kvadratını tapıram. T kvadrat nəyə bərabərdir? 2S böl A. 2S bölünsün A. Bax, bu T kvadratıdır. Biz də T-ni istəyir axı. X kvadratı əgər 21-dirsə, x kökün altında 21 deyil. T kvadratı 2S böl A-dırsa, onda T-ni tapmaq üçün bunu kökün içinə salırsan. Artıq bu kvadratı silmək lazımdır. T bərabərdir kök altı 2S böl A. Görürsən? Bunu belə yaza biləcək. İndi ikinci halda bunu sən yaz. Sən yaz. Baxın. R-i tapacağım. Yenə də A-nın altında nə yazdım? 1 yazdım. A vurulsun. 1 vur 4 pi kvadratı bərabər AT kvadrat. A vur T kvadrat bərabərdir 4 pi R-in kvadratı. Düzdür? Düzdür. İndi buradan R-i tapacağım. R kvadratdır, görürsünüz. Onda nəyə bərabərdir? R-i tapmaq üçün AT kvadratı bölünsün. Yox, R kvadrat deyil. Bax, pi kvadratıdır kvadrat. Pi kvadratı vur R. R-i tapmaq üçün. R nəyə bərabərdir? A vur T kvadratı böl 4 pi. Görürsünüz? Yəni, bilmirsən nəyə böləsən, düzdürmü? Yaz burada. R-i tapıram. R x-dir. Bura 2x bərabərdir nə? 10. X-i tapmaq üçün nə edirəm? 10'u 2'yə bölürəm. R-i tapmaq üçün AT kvadratını 4 pi kvadratına bölməliyim. Görürsünüz? R-i tapmaq üçün A vurulsun T kvadratı bölünsün 4 pi'nin kvadratı. T kvadratı var indi. Baxın, görürsünüz? T kvadratı. T'nin kvadratını tapsaq. T kvadratını tapsaq. Artıq 10 bu tərəfdədir. X burada. 4 pi kvadratı R bölünsün A. Bəs T özü nəyə bərabərdir? T özü bu kvadratdır. Onda kökün içine düşəcək. Onda olacaq kök altında 4 pi kvadratı R bölünsün A kökün altında. İndi buradan da biraz sadələşdirsək 4 pi kvadratından kök çıxır. Nə çıxır? 2 pi olacaq. 2 pi kökün içində R bölünsün A olacaqdır. Görürsən? Çox bəsit. Bunu biz görə bilirik.
deməli, bundan biz görə biləcəyik. Bəli. Sonra A bərabər 4pi kvadratı nu kvadratı r. Hazırdır, görürsünüzmü? Daha məsələn bu çarpaz artıq vurulub yəni. Onda r'i tapmaq üçün 10 bərabər görsən 10 bərabər nə? 2x. X'i tapmaq üçün 10 bölü 2. R'i tapmaq üçün A böl yanındakı. A bölünsün 4pi kvadratı nu kvadratı. Baxın uşaqlar, bunu bilirsinizsə çox rahat fizikanı öyrənəcək. Baxın sizdə sizin çətin gələn əslində budur. Unutmayın. Və indi buna biz nu deyəcəyik. Bu bir əyri, bir hərf. İnşallah keçdikcə fizikanı görəcəksiniz. Buna tezlik deyirik, təcil deyirik, radius deyirik. Nu'nu tapmaq üçün nə edirik? Nu kvadratdır, görürsünüzmü? Nu kvadratı A bölünsün yanındakı, düzdürmü? Nu kvadratı nəyə var? Nu özü, nu'nun özünü onda nə yazaram? Bunu artıq silinəm burada. Nu'nu yazmaq üçün birinci kökü açacaq. Düzdürmü? Çünki kvadratdır. 10 bölünsün 2x, eləmi? Yəni A bölünsün 4pi kvadratı vurulsun r. Bu nu'dur. Və biraz sadələşdirmə eləsək, 4pi kvadratı çıxacaq buradan, amma olacaq 1 böl 4pi kvadrat, 2pi A bölünsün r olacaqdır. Gördün? Çox bəsit. Buna biz omega deyəcəyik. Omega, indi biz burada mən x hərfi yazmışam da, hələ də sən hərf hansı fizik kəmiyyətdir demirəm. Sadəcə kəmiyyətdir yəni. Burada düsturdan düstur tapacağıq. Hə. Yaxşı, burada bu kökün içində, düzdürmü? Nə etməliyəm? Təbii ki, kvadrata yüksəltməliyəm ki, buradan c-ni ya da r-i tapım. Birinci kvadrata yüksəldirəm. Kök yox olması üçün. Omeganın ya da ki, sən bilirsən ki artıq, belə deyək, bu tapmaq üçün kök mənə maneçilik yaradır. Onda kökü mən yox eləmək üçün kvadrata yüksəltməliyəm. Onda omeganın kvadratı bərabərdir 1-in kvadratı ilə 1 eləyir, bölünsün kök yox olacaq. Elcə. Gördün mü? Gördün. İndi isə çarpaz vur. Çarpaz vur gəlsin. Amma 1 vur 1, yəni 1 bərabərdir omega kvadratı elcə. Omega kvadratı elcə. Gördün mü? 10 bərabərdir nə? 2x-dəndir. Gördün mü? L-i tapmaq üçün nə edək? X-i tapmaq üçün 10 bölü 2, L-i tapmaq üçün 1 böl omega kvadratı c. 1 böl nə? Omega kvadratı c. Gördün mü? C-ni tapmaq üçün nə edəcəksən bəs? C-ni tapmaq üçün isə C-ni tapmaq üçün 10 böl yenə də 2. Yəni 1 böl omega kvadratı n. Görə bildin mi? Görə bildin. Hə. İndi məsələ burasındadır ki, biz uşaqlarla, yəni şagirdlərə deyirəm ki, bax bu məxrəcdə deyil. Məsələn ki, omega kvadratı nəyə bərabər edir? Omega kvadratı bir sir deyim sizə məndə. Omega kvadratı 1 böl LC-dir. Bunu nə etmək lazımdır? L məxrəcdədirsə, L-i tapmaq istəyirsənsə, bundan yerini dəyiş. Baxın, məxrəcdə olanı. Bax, məxrəcdə. L-i görsən, L-i tapmışam. Baxın, L-i tapmışam. L-i burada apardım, omega kvadratı vermişim. Yerini dəyişmişəm. C-ni istəyirmişəm. C ilə də omega kvadratını dəyiş. Baxın. C ilə omega kvadratını dəyiş. C bərabərdir. Omega kvadratını görə bilirsən. Gördün mü? Gördün. Yaxşı. Burada özün həll elə. Bax, özün həll elə. Necədir bu? O da elə var. Kökdürmü? Kökdür. Nə etməlisən? Kvadratı yüksəltməsin. Mən indi bunu eləyirəm, amma sən videonu dayandır, özün həll elə. Özün həll elə bilməsən, videoya bax. Deməli, birinci t kvadrata yüksəltməliyəm, h-ı tapmalıyam. Baxıram ki, kök maneçilik törədir. Onda nə etməliyəm? T kvadratı bərabərdir. Kök artıq. Bunu kvadrata yüksəldim, kök olacaq, yox olacaq. 2h böl r. Sonra nə etməliyəm? Təbii h-ı tapmaq üçün çarpaz vurmalıyam. T-nin altına bir 1 yazacağım. T kvadratı. Onda nə olacaq? T kvadratı vur r, T kvadratı vur c bərabərdir
t kvadratı vur g bərabər 2h vur 1. O da 2h. İndi h-ı tapmaq istəyirsən, bilmirsən. Nə etməliyəm? 10 bərabər 2x-dən deyil. 10 bölü 2. H d kvadratı j bölü 2. Gördün mü? H nəyə bərabərdir? J vur t kvadratı bölü 2. Ya da ki. Onda h oldu. H oldu nə qədər? H bərabərdir. J vur t kvadratı bölü 2. Görə bildin mi? Məncə gördün. Məşq eləmək lazımdır. Gözəl baxın. Məşq eləmək lazımdır. Öyrənmək üçün. İkinci olaraq h-ı tapıram. H-ı tapdım. H-ı necə tapdım? J vur t kvadratı bölü 2. Bax, fikir ver. T kvadratı 2h bölü j idi. Nə demişdik bayaq? Məxrəcdə olanda. J ilə t-ni yerində. J-ni istəyirsən də tapmaq. T-ni at bura, J-ni at t-ni yerində. Bax, J bərabərdir. T kvadratını atıram bura. Sürəti də olduğu kimi yazıram. Gördün mü? Çox bəsit. Ondan sonra bəzi düzgün həndəsi fiqurların sahəsi və həcmlərinin hesablaması. Bax, gözəl olun. Bax, dəyərli izləyicilər, dəyərli şagirdlər. Mütləq və mütləq bunlar lazımdır. Yəni, bunları bilməlisən. Çox bəsitdir, yəni, görürsünüz. İndi mən burada nümunələrlə yaddaş saxlama üsullarını deyərəm sizə. Amma siz yenə də özünüz üçün konspektlər qurun, baxın. Onsuz da mən sizə konspektlər verirəm dərsdə. Siz görürsünüz. Konspektlərdə var. Amma izahını yenə də baxın, videoya baxmaqla. Deməli belə, düzbucaqlının sahəsi. Düzbucaqlı bilirik ki, eni uzunluğa vurmaq lazımdır. A nədir? Sahəni tapmaq istəyirəm. S bərabərdir nədir? A vurulsun B'dir. A düzbucağın eni, B uzundur. Sahənin də vahidi bilirəm ki, metr kvadrat. Bunu biz bilirik. Kvadratın eni, kvadrat da 4 bucaqlıdır bilirik, düz bucaqlı kimi. Eni uzunluğuna bərabər olduğu üçün daha A vur B fərqli deyil. A vur A, S bərabər A kvadrat. Bunu çoxlarınız bilir. Bilmirsə, narahat olmayın. İndidən başlayın. Öyrənəcəksiniz. Üçbucağın sahəsi. Baxın, sahə nə anlama gəlir? Bax, bu ştrixlənmiş içərisinin sahəsini tapmaq. Yəni. Katetləri hasilinin yarısı. Yəni, siz bilirsiniz ki, üçbucaqda kateti bilmək lazım. Baxın, bu 90 dərəcəyə bağlanan tərəflərə biz katet deyəcək. Nə? Bax, 90 dərəcəyə bağlanan tərəflərə katet. Buna da hipotenuz deyəcək. Sahəni hesablamaq üçün hipotenuz iştirak etmir. Bunu bir dəfəlik yadına saxla. A vur B bölü 2. Üçbucaq nədir? Deyək ki, oturacağını vur hündürlük böl 2. A vur hündürlük böl 2. Bu da üçbucağın nə idi? Sahəsidir. Trapesiya. Baxın, nədir? Trapesiya. Trapesiya paralel xəttlərin cəminin yarısı vur hündürlük. Baxın, paralel tərəflərin, daha doğrusu paralel tərəfləri. Bax, bu tərəflər bir-birinə nədir? Paraleldir. A ilə B-ni cəmlə, A ilə B-ni cəmlə 2-yə böl, vur hündürlüyə. Baxın, bu verəcək bu trapesiyanın sahəsi. Həmçinin buna da biz dedik düzbucaqlı trapesiya. Yenə də paralel tərəfləri cəmlə, böl 2-yə, vur hündürlüyə. Görə bildinmi? Görə bildim. Bax, bunları nə edirik? Bax, bu açardır. Paralel tərəfləri topla, 2-yə böl, vur hündürlüyə. Oldu trapesiyanın sahəsi. Dairənin sahəsi. Dairənin sahəsi isə pi r kvadratdır. İndi məsələ nədir? Pi r kvadratı. Siz bilirsiniz ki, r-də diametrin yarısıdır. R-i yerinə d bölü 2 qoysan, olacaq pi d kvadratı bölü 4. Gördün mü? Düsturdan düstur çıxardım. Yəni, bunu ikisini əzbərləmək, birini əzbərləyirəm, bilirəm. Bu da ki, beyin artıq hesablayır da bunu. Bunu bilməlisən. Silindir. Silindirin
fəza fiqurudur. Həm həcmini taparıq, həm də ümumi yan tərəflərinin sahəsini. Silindr bilirik ki, sahə nədir? A vurulsun B. Düzdürmü? Artıq məsəl üçün daha doğrusu yan tərəfə 2πr nədir? Vurulsun H. Baxın. 2πr, baxın 2πr bu dairənin uzunluğu. 2πr dairənin uzunluğu vurulsun hündürlüyü. 2πr vurulsun H. Həcmi necə taparam? Həcmi oturacağın sahəsi S vurulsun H. Görürsünüz? S oturacaq vuraq. S oturacaq da dairə deyil. Zaten dairənin sahəsini πr kvadratı bayaq sən dedin. Onda oturacağın kvadratı, πr kvadratı vurulsun hündürlüyü. Bu da oldu nə? Silindrin nəyi? Həcmi. Sfera, kürə deyirik. Baxın, kürə, sfera. Nə təsvir edirsiniz? Top. Görürsünüz? Top, globus, kürədir bu. Yer kürəsi. Yəni, globusu düşün. Topu düşün. Bax, o şəkildə. Həmişə belə əlaqələndir ki, yadında saxlayasan. Deməli, 7-ci sfera və kürə. Kürənin sahəsi, baxın, yan tərəflərinin sahəsi. Bax, kürənin topun elə bir ki, üst səthinin sahəsi. Baxın, toxundurduğun əllərin ümumi sahəsi. 4πr kvadratı. Görürsünüz? Bəs πd kvadratı da var. Baxın, r-in yerinə nə yazıram? Baxın, r-in yerində, bax, burada yazıram. Çağırılma sən üçün. R nəyə bərabər edir? D bölü 2 yazıram. 4pi vurulsun. R-in kvadratı da axı. Yerinə D bölü 2 yazsam, D kvadratı bölü 4. 4 ilə 4 gedir, qaldı pi D kvadratı. Gördün mü? Çox basit. Kürənin həcmi, bax, bu bizə çox lazım olacaq. İlk bölmədə, 2-3-cü bölmədə lazım olacaq. 3-də 4 πr kub. Kürənin həcmi necə təsvir edəcəksən? Baxın, top düşün. Topun içi nə qədər hava tutur ya da topun içini düşün ki, globus, deyək ki, globusun içi düşün ki, su ilə doludur. Neçə litr su tutacaq? Bax, o həcmdir. Onun həcmi 3-də 4 πr kubu ilə hesablanacaqdır. Kub. Kub da nədir? Kub da həcmi tapmaq üçün, bu da fəza fiqurudur. A tilləri bərabərdir də. AE-ni, uzunluğu A, hündürlüyü A. Üçün də bir-birinə vuranda oldu A kubu. Görürsünüz yəni ki. İndi biz gələcəkdə belə də hesablayaq bilərik. Məsələn, kubun alt hissəsinin həcmi nədir? Kvadratdır da, düzdürmü? Kvadratdır. Ya da ki, buna baxacağım. Onsuz da eyni bir şey verəcək burada. Düzbucaqlı paralelipipedlə baxaq. Baxın, AE-ni A, uzunu B oturacaq da bu. Hündürlük də C. Onda həcm A vur B vur C. Görürsünüz? Və sonra nə etməliyik? Məsəl üçün, bax buranın sahəsi dördbucaqlıdır da, değil mi? A vur B. Düzdürmü? Hündürlüyə də H desək, onda V bərabər, burada S olsa, onda S vurulsun H kimi də götürə bilərəm. Pifagor teoremi, baxın, bu da çox bəsitdir. Əslində, siz çoxunuz bilir, amma yenə də bizə lazım olduğu üçün bir-bir biz baxmalıyıq buna. Deməli, birinci növbədə Pifagor teoremi. Baxın, Pifagor deyir ki, hipotenuzu tapmaq üçün hipotenuzun kvadratı, yəni burada tərəflər arasında əlaqədir. Katetlər A, B, bir də hipotenuz. C-yə də deyirik nə? Hipotenuz. A, B və A-ya deyirik nə? Katetlər. Deyir, hipotenuzun kvadratı katetlərin kvadratları cəminə bərabərdir. Baxın, hipotenuzun kvadratı katetlərin kvadratı cəmidir. Və buradan da C-ni tapsaq, kvadratdır. Kvadratdırsa, tapmaq üçün digər tərəfi kökün içində salmalıyıq. C də A kvadratı plus B kvadratı çox lazım olacaq. Kosinuslar teoremi. Görürsünüz? Bu da lazım olacaq. Baxın, kosinuslar teoremi. Bu teorem bizə deyir ki, əslində Pifagor teoreminə bənzir. Baxacaq indi.
Baxın, deyir ki, baxın, bu C tərəfini tapmışam. C-ni tapmaq istəyirsən, düzdürmü? A kvadratı plus B kvadratı minus 2AB kosinus qarşıdakı alfa. Bax, C-ni tapmaq istəyirsənsə, A kvadratı plus B kvadratı minus 2 vur AB kosinus qarşıdakı bucaq. B-ni istəyirsənsə, baxın, B-ni istəyirsənsə, A kvadratı plus C kvadratı minus 2AC qarşıdakı kosinus beta. A-nı tapmaq istəyirsənsə, B kvadratı plus C kvadratı minus 2BC kosinus gamma. Gördün mü? Bax, bunu unutma. Bunu unutma. Hansını tapmaq istəyirsənsə, baxın, hansı tərəfi tapmaq istəyirsən? Bu bucağın, A-nın qabağındakı bucaq. B-ni tapmaq istəyirsənsə, bucağın yerində beta. C-ni tapmaq istəyirsənsə, alfa yazacaqsın. Qarşısındakı bucağı yazacaqsın. Düzbucaqlı üçbucaqda trigonometrik funksiyalar. Nə deyir? Düzbucaqlı üçbucaqda trigonometrik funksiyalar. Bax, bunu əzbərləmək lazımdır. İndi əzbərləmə metodunu deyərəm sənə, amma bunu əzbərləməlisən. Başqa yolu yoxdur. Çox bəsitdir əslində. Əzbərləmə metodunu deyir. Bax, birinci bilməliyik üçbucağın hissələri. Bu alfa bucağıdır, görürsünüz. Görürsünüz. Baxın, alfanın belə deyək, üçbucağın nəyi var? İki dənə kateti var. A və B. İki katet var. Bunu adlandıracaq bu katetləri. Alfanın qabağındakı katet A'dır. Buna qarşı katet. Yəni alfanın qarşısındakı katet. Alfaya bitişik katet adlanır. Gördünüz mü? Çox bəsit. Bucağa bitişik katet. Bucağın qarşısındakı, yəni alfanın qarşısındakı qarşı katet. Bu da hipotenuzdur. İndi sən deyirsən ki, sinusu tapmaq üçün qayda deyir ki, qarşı katet böl hipotenuz. Qarşı katet nədir? A. Görsən mi? Hipotenuz C. A böl C. Kosinus bitişik katet böl hipotenuz. Görsən mi? Kosinus bitişik katet böl hipotenuz. Bax, B böl C. Sinus A böl C. Yəni qarşı böl hipotenuz. Kosinus bitişik böl hipotenuz. Tangens qarşı katet böl bitişik katet. Bax, hipotenuz iştirak eləmir tangesdə, kotangesdə. Qarşı katet böl bitişik katet, tangens. Bitişik katet böl qarşı katet, kotangesdir. Görürsünüz? Məsələn, indi mən bunu, bucağı bura qoyacağım. Bucağı bura qoyacağım. Belə bir bucağı qoyacağım. Belə bir. Yox. Bucağı bura qoyacağım. Deməli. Bura beta deyəcəm. Bucağı bura qoyuram. Bucağa görə. İndi bu bucağın qarşısındakı katet. Bu betanın qarşısındakı, bu katet 2 dənə budur da, 90 dərəcə bağlıdır. Bucağın qarşısındakı katet, məsəl üçün 10. Daha doğrusu, buna deyək ki, məsəl üçün 4. Buna deyək nə? 3. Buna 4, 3-dürsə, Pifagora görə bura 5-dir. Düzdür? Düzdür. İndi, məsəl üçün, mən sinus alfanı tapmaq istəyirəm. Sinus betanı. Sinus beta nədir? Sinus beta qarşı katet böl hipotenuzdur. Yaxşı, betanın qarşısında, bax, betanın qarşısındakı katet nədir? 4. Hipotenuz 5. Deməli, 4 böl 5. O da 10/8. Gördün mü? Kosinus beta bitişik katet, baxın, betaya bitişik katet böl hipotenuz. 3 böl 5. Tangens qarşı katet böl bitişik katet. 4 böl 3. Kotangens bitişik katet böl. Bax, bunu məşq elə. Özün üçün videonu saxla, özün bax, görə eləyə bilirsənmi? Yoxsa yox. Önəmli olan, baxın. Ne yaxşı, mənə nə olacaq? İndi gəlin törəməyə keçməmişdən öncə bu bizə harda lazım olacaq? Buna baxaq. Misal üçün. Belə bir qrafik veriləcək bizə. Misal üçün deyirəm. Tutalım ki,
V olsun. Burada da radius. Bu sürətdir, bu da radiusdur. Və bu sürətlə radius arasında belə bir düstur öyrənəcək. V bərabərdir, omega vur R. Sonra belə bir sual verəcək. Bax, belə bir sual verəcək. Bax, burada qrafiki belə çəkib, burada bir alfa. Deyir ki, bu bucağın belə deyək də, omegası nəyə bərabərdir? Omegası nəyə bərabərdir? Omega nəyə bərabərdir? Buradan ölç görün. V bölü R deyil. Birinci bunu tapalım. V bölü R. Yaxşı. V, baxın, burada 3 bucaq düzəltdim. V hansı katetdir? Baxın, V. V buradır. V qarşı katetdir. R də bitişik katetdir. Bax, R də nədir? Bitişik katetdir. V qarşı, R bitişik. Qarşı katet bölü bitişik katet nə verir? Tangens sayıdır. Deməli, bu bucağın omegası tangens sayıdır. Gördün mü? Çox məqbul. Çünki bizə lazım olacaq. Mütləq. Baxın, mütləq. Bu törəməni də deyim. Ondan sonra da bugünlük bu qədər. Sonra da başlayayım məşq etməyimiz üçün. Məsələ, törəmə necə hesablanır? O törəmə çox lazım olacaq bizə, çox bəsitdir. Törəmə adı gələndə sanki sizə bir çətin nəsə ola bilər, amma heç bir çətinliyi yoxdur. Baxın, düstur bizə deyir ki, x bərabərdir t üstü n-in törəməsi, x ştrik, yəni törəmə, məsəl üçün, bax, x bərabərdir t üstü n-in törəməsi, x-in törəməsini tap, zamana görə, yəni t-yə görə. Onda x ştrik bərabərdir, n qüvvətdir, qüvvəti gətir qabağa, vur t-yə və qüvvətdən birinə çıx. Nədir düstur? Qüvvəti qabağa gətir, sonra qüvvətdən birini çıx, yaz. Qüvvəti qabağa gətir, əmsala vur, sonra qüvvəti əmsala vur, sonra qüvvətdən birini çıx. Görürsünüz? Məsəl üçün, x bərabərdir t kvadrat. Məsəl üçün, x bərabərdir t kvadrat. Qüvvət neçədir? 2. Əmsal neçədir? 1. Onda x ştrik. Qüvvəti əmsala vur, yəni 2 vur 1 və qüvvətdən bir dənəsini çıx. 2-dən 1 çıx. Nə verdi? 2t üstü 1, o da 2t. Gördün mü? İkinciyə bax. X bərabərdir t. X bərabərdir t-nin törəməsi. T-nin törəməsi. Qüvvəti neçədir? 1-dir, yazılmır. Baxın, törəmə aldı. Qüvvəti əmsala vur. Yəni, 1-i vuraram, əmsalı 1. Qüvvətdən 1 vardı, 1 dənəsində çıxdım. 1 vur t üstü 0. T üstü 0 bizə nə verir? 1 verir. Görürsün? T-nin törəməsi neçə oldu? 1. Bax, t kvadratın törəməsi, bax, t kvadratın törəməsi 2t. T-nin törəməsi 1. Hə, sabitin törəməsi isə 0. Sabit ədəd nədir? Yəni 10, 15, yəni dəyişəni olmayan. Məsəl üçün 2t dəyişəndir. Törəməsi var. Amma 2-nin törəməsi 0 edir. Bütün sabitlərin törəməsi neçə edəcək? 0 verəcəkdir. Məsələn, nümunə ilə yazarız üçün. Özünüz bunu həll edin deyir. Baxın, mən sizin üçün həll edirəm, amma siz videonu saxlayın, görün həll edə bilərsinizmi? Baxın, nə edirik? Törəməni tapmaq üçün qüvvəti əmsala vur, qüvvətdən birini çıx. Baxın, qüvvət 2, əmsala vurdum 6. Baxın. Qüvvət 2, əmsala vurdum 6, qüvvətdən 1 dənə çıxdım. 6t, t üstü 2-dən də 1 çıxdım, 6t üstü 1, 6t. Gördün? X 10 plus 4t. 10 nədir? Sabitdir. Dəyişəni yoxdursa, törəməsi 0-dır. Bu 0 verdi. 4t kvadratın törəməsi. Qüvvəti əmsala vur, qüvvətdən 1-ni çıx. 2 vur 4, 8. T üstü 2 çıx 1, t üstü 1. O da 8t. Bu da nəyə bərabərdir? X iştirik 8t. Gördün mü? Gördüm. Şimdi burada V 10 plus 4'tür. V eşitlik. 10 sabit ədədir. Törəməsi 0. T'nin törəməsi 4t'nin törəməsi. Nə deməliyim? Bu 1'dir lan qüvvət. Qüvvəti əmsala vur plus 4. Sonra qüvvətdən 1'ni çıx. 1 çıx. Burada 1 vardı. 1 də çıxdım, oldu t üstü 0. T üstü 0 sənə nə verir? 1 verir. Onda 4 vur 1, 4.
Deməli 5, 10 plus 4t-nin törəməsi 4 verir. Gördün mü? 3t. T-nin törəməsi 1. Bayaq dedik, məsələn 4t-nin törəməsi neçə elədi? 4. 5t-nin törəməsi 5. 3t-nin törəməsi 3. Qaydanı yazmışam. Onda 3 t kvadratı. Qüvvəti əmsala vurdum. 2-ni onda 5-ə vurdum. 1. Bir dənə çıxdım 2-dən. Oldu. Minus onda 5t. Bu da oldu. Gördünüz. S 10t'dir. 10t. 10t'nin törəməsi 10. Niyə görə? Yer baxıraq, baxın. Qüvvəti əmsala vurub, qüvvətdən 1 çıx. Törəmə olmayır. Qüvvəti neçədir? 1. Onda 10 vurulsun. Daha doğrusu qüvvət 1'dir. 1'i 10'a vurdum. 1'i 10'a vurdum. Qüvvətdən bir dənəsini çıxdım. 1'i 10'a vurdum 10. T üstü 1'dən 1 çıxdım 0. T üstü 0 nə verir bizə? 1. 10 vur 1, 10 verir. Gördün mü? Bu günlük bu qədər. Dəyərli şagirdlər, dəyərli izləyicilər, mütləq dediklərimi hərfiyyən öyrənin. Hərfiyyən öyrənin. Və belə deyək, təəssüratlarınızı necə öyrənmişsiniz? Asan gəldimi, çətin gəldimi? Və kommentariyada bildirin. Oldu mu? Hansı hissəni anlamadınız? Onu mən çalışaram ki, növbəti dərsdə bir-bir onu təzədən vurğulayayım. Hansı hissəni anlamadısa, onu siz kommentariyalarda vurğulayın, bəyənin və digər uşaqlar da görə bilsinlər və kömək ala bilsinlər. Həm də abunə olsanız daha yaxşı olar. Sağ olun.